Həzrəti Əli Allah qorxusu haqqında buyurur. Allah qorxusu Allahı tanıyanların köynəyidir. Mömin iki qorxu arasında yaşayır. Keçmişdə etdiyi günaha görə qorxur və Allahın həmin günahları bağışlayıb bağışlamadığını bilmir. Eləcə də qalan ömrünə görə qorxur və bilmir ki, bu müddətdə ölümə səbəb olan hansı günahları edəcək. Beləliklə, mömin daim qorxu içindədir və qorxudan başqa heç nə onu islah etməz. Həzrəti Peyğəmbər Allahın qorxusu haqqında buyurur. Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, ona arxalanıb az bir əməldən başqa heç nə etməzdiniz. Əgər Allahın qəzəbinin ölçüsünü bilsəydiniz, heç vaxt nicat tapmayacağınızı düşünərdiniz.